Xəritə sxemində ştrixlərlə göstərilən ölkələrin ümumi xüsusiyyətləri. Görürük ki, burada Cənubi Amerika qitəsi təsvir olunub və burada ştrixlərlə göstərilən ölkələr Braziliya və Argentinadır. Ümumi xüsusiyyətlər deyəndə, yəni həm Braziliyaya, həm də Argentinaya məxsus olan xüsusiyyətlər soruşulur. Birinci, federativ ərazi quruluşuna malikdir. Bilirik ki, Cənubi Amerika qitəsində Venezuela, Argentina və Braziliya federativ ərazi quruluşuna malikdir. Ona görə bu ümumi hesab olunacaq. 1. Yəni Braziliya, Argentina hər ikisi də federativdir. İkinci, rütubətli ekvatorial meşələr. Ekvator xəttinin keçdiyi ərazilərdə əsasən rütubətli ekvatorial meşələr olur və ekvator xətti Braziliyanı kəsir. Bu sadəcə Braziliyaya aid xüsusiyyətdir. Üçüncü, materikin nisbətən yaxşı inkişaf etmiş ölkələridir. Bilirik ki, Braziliyada, Argentinada hər ikisi də inkişaf etməkdə olan ölkələrdir və bu materikdə Braziliya inkişaf etməkdə olan ölkələrin əsas ölkələr qrupuna aid ediləcək. Argentina isə yeni sənayeləşmiş ölkələrə. Yəni ki, hər ikisi də Cənubi Amerika qitəsinin nisbətən yaxşı inkişaf etmiş ölkələrə hesab olunacaq. Ona görə 3 də doğrudur. 4. Akkumulyativ düzənliklər mövcuddur. Ümumiyyətlə, akkumulyativ düzənliklər ovalıqlara uyğun gəlir. Braziliyada Amazon ovalığı, Argentinada da La Plata ovalığı hesab olunacaq akkumulyativ düzənliklər. Boksit ixrac edən ölkələrdir. Boksit əsasən Braziliyada mövcuddur və Braziliya boksit ixrac edir. Bu sadəcə Braziliyaya məxsusdur. 6. Əhalisi German dil qrupuna aiddir. Deməli, Braziliyalılar Portuqal dilində, Argentinalılar isə İspan dilində danışır. Həm Portuqal dili, həm də İspan dili Roman dil qrupuna aid olacaq. Ona görə bu da aid deyil. Doğru cavabımız hesab olunacaq 1, 3, 4.